Ulu Öndər Heydər Əliyevin hesab edirəm ki, siz xidmətlər və misilsiz xidmətlər o qədər çoxdur ki, sizin bu veriliş çərçivəsində onu hər birindən toxunmaq çox çətindir. Amma bugün də o ideyalardan yaşayırıq əslində. Amma birindən xüsusilə toxunmaq istəyirəm, bu əsr müqaviləsinin bağlanması ilə bağlıdır. Çünki bizim bütün sonraki inkişafımızda bu faktörün həlledici rolu oldu. Bax, 1994-cü ilin 20 sentyabr reallığında əsr müqaviləsi imzalanması qeyri-mümkün bir hadisə idi. Niyə görə? Çünki dünyanın ən nəhəng şirkətləri Azərbaycanın neft sənayesinə milyardlarla dollar vəsait qoyurdular. Və siz təsəvvür edin ki, bir ölkədə ərazilər işğal altında, bir ölkədə hakimiyyət uğrunda mübarizə, vətəndaş müharibəsi reallıqları, separatizm, belə bir halda analitik mərkəzlərinə tapşırıqlar verilir ki, araşdırın, görün bu ölkəyə milyardları qoymaq olar yoxsa yox. Və siz təsəvvür edin ki, cavablar hamısı mənfi gəlmişdi. Mənfi gəlmişdi bu ölkəyə. İndiki reallıqda bu vəsaiti qoymaq olmaz. Amma qoydular axı. Həmin vəsait qoyuldu axı. Və soruşulanda ki, nə baş verdi? Deyirlər ki, araşdırırlar ki, bugün Azərbaycana, həmin 94-cü reallığında Azərbaycana elə bir şəxsiyyət rəhbərlik edir ki, o ərazisi 22 milyon kvadrat kilometr. Əhalisi 250 milyondan çox olan Sovet İttifaqını idarə edən bir iki şəxsdən biri olub. Və onun miqyası üçün Azərbaycanda bütün məsələləri həll etmək çox rahatdır. Yəni, şəxsiyyət fenomeninə, Heydər Əliyev şəxsiyyətinə inam və etibar deməli sayəsində milyardlar Azərbaycan iqtisadiyyatına qoyuldu və bizim sonraki inkişafımızda müstəsna rol oynadı. Və bu günləri Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevə qəlbində əbədi heykəl qoyub, həm də ona görə ki, özündən sonra elə bir lider formalaşdırdı ki, öz siyasi məktəbinin İlham Əliyev kimi bir liderini formalaşdırdı ki, doğrudan da onun bütün arzularını, daha doğrusu həllini tapa bilməyən, obyektiv reallıqlar ucbatından əlini tapa bilməyən arzularına çatdırdı. Ən böyük arzusu ərazi bütövlüyünün təminatı ilə bağlıdır. Və ərazi bütövlüyü ilə bağlı o qələbənin dadını da bizə Ulu Öndər Heydər Əliyev daddırmışdı. Biz qələbənin nə olduğunu onun hakimiyyətə gəlişindən sonra bildik. 93-cü ilin iyun ayında hakimiyyətə gəldi. 93-cü ilin dekabr, yanvar aylarında məşhur Horadiz əməliyyatını keçirdi. Horadiz şəhərini 22 kəndi işğaldan azad etdi. Ermənistan bunun sayəsində məcbur oldu ki, 94-cü ilin may ayında Azərbaycanla atəşkəsə getsin. Çünki gördü ki, artıq Azərbaycanda başqa bir hakimiyyətdir. Heydər Əliyev kimi nəhəng bir şəxsiyyət hakimiyyətə gəlib. Qısa müddət ərzində nizami ordu formalaşdı və bu Azərbaycanın və bu ordunun qarşısına dayanma mümkün olmayacaq yaxşısı elə atəşkəsdir. Və atəşkəsdən də maksimum istifadə etdi, çox güclü ordu formalaşdırdı və cənab İlham Əliyev 21-ci əsr reallıqları fonunda Heydər Əliyev siyasi kursunu davam elətdirdi. Ona bir kreativlik gətirdi, ona innovativlik gətirdi, yeni geosiyasi reallıqlara adekvat şəkildə bu siyasət davam elətdirdi. Və nəticədə 21-ci əsrin ən güclü ordularının birini formalaşdırdı. Güclü iqtisadiyyat, əskər və zabitin yüksək vətənpərvərlik ruhu və dəqiq hədəf və 17 il ərzində 2003-2020-ci reallığında hər gün, hər gecə, hər dəqiqə, hər saniyə həmin amal uğrunda, o müqəddəs amal uğrunda torpaqlarında işğaldan azad olmaq uğrunda mübarizəyə siyasətini həyata keçirdi və 2000-ci ildə sentyabrın 27-sində Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatlarına cavab olaraq əks hücum təşkil etdi və sonraki hadisələr bəllidir. Torpaqlarımız işğaldan azad olundu. Eyni zamanda 23-cü reallığında antiterror əməliyyatlar və bütün ərazimizdə bizim bayrağımız dalğalanır. Separatizm yuvası darmadağın edilib və indi biz sülh müqaviləsi ilə bağlı real addımları gözləyirik və bu istiqamətdə də Vaşinqtonda 8 avqust tarixində həlledici addımlar atılıb, hətta müqavilənin özü paraflanıb və bu günləri biz deməli cənab prezident İlham Əliyevin yeritdiyi siyasət sayəsində Heydər Əliyev siyasətinin təntənəsini görürük.